Salam əleykum, axşamınız xeyirli olsun. Əziz insanlar, əziz Azərbaycan əhli, bayramınızı təbrik edirəm. Neçə belə illərə çıxasınız. Mənim sözüm bu Yusuf Mustafayevi pisləyən, bu ağsaqqaları, qızıl dişləri də var, tanımıram kimdir. Yəni, bir balaca özünə hörmət qoysun. Yusuf Mustafayev ad qoyub, Yusuf Mustafayev 83, 85, yəni 80, 82, yəni Firuzə mahnısı, Bilasudə mahnısı, yəni bunların mən şahidiyəm, bunların mən eşidib şahidi olan bir insanam. Amma xahiş edirəm ki, ağsaqqal, xahiş edirəm, get pensiyonu al, Allah'a şükürlə ki, hökumət tərəfindən pensiya alırsan. Get işinlə məşğul ol, xahiş edirəm. Yəni Yusuf Mustafayevin dalıca, yəni ki, palaskatlayası insan deyil ki, deyim palaskatda. Bu insanın, hörmətli bir insanın Azərbaycanda səsi olanda, sənin heç bir müğənnivin o cürlə səsi olmayıb. Bizim Cəllabadımızın fəxridir. Mən özüm Qubalıyam. Bizim Cəllabadımızın fəxridir. Bizim Azərbaycanımızın fəxridir. Mən o insanın səsini eşitmişəm. O insan çox gözəl bir ifa eləyir. O gün olsun, xalq artisti adı alsın. Mən burada girən şiklik eləmirəm. Sadəcə mən bu insanın nəfəsindən danışıram. Bu insanın zəhmətindən danışıram. Bu insanın qiriyyətindən, namusundan danışıram. Bəlkə də Yusuf müəllim məni YouTube'da da eşidər. Mənim bu dediklərimi. Yəni, mən haqqa tərəfəm. Yəni, bu ağsaqqal ağzın qoyub Allah'ın yoluna. Bəlkə də o insanın, ay ağsaqqal, səni kimi insanlar məzardan baxır. Allah sənə uzun ömür versin. Biraz dilvin altına qən qoy. Biraz ağlığı başına yığ. Bu cəmatın dalıca az palaskat elə. Ay Yusuf belə getdi, ay filankəs belə gəldi. Sən Yusufun avtobiografiyasını bilirsən kim olub? Yusufin nəsli sənin nəsülvə dərs keçərdi. Ağıllı ol da, ağsaqqalda. Get işinlə məşğul ol. Get, nə bilim, buraya indi biraz özümü güclə saxlayıram. Mən biraz biədəb adamam. Özümü güclə saxlayıram. Get işinlə məşğul ol. Get pensiya al, Allah'a dua elə.